Deməli, 13-cüdə mən reaksiyaları yazdım, sonra ki, vaxt getməsin. Deməli, reaksiyaların tiplərini soruşur, rahatdır. İki mürəkkəb maddə arasında tərkib hissələrinin yerini dəyişməsi ilə gedir, olur mübadilə. Birincisi mübadilə. Sonra ikincisi bəsit və mürəkkəb maddə arasında. Bəsit mürəkkəbin tərkibindəki elementlərdən birini əvəz edir. Bu olur əvəz etmə. Burada isə 3 dənə maddə daxil olub, nəticədə bir mürəkkəb maddə alınıb, bu da olur birləşmə. Sonra 14-cü sual özü bizə reaksiyanı verib. 2H2 üstəgəl O2 alınır 2H2O və üstəgəl 484 kilojoule. Bizə nə deyir? Hidrogenin yanma istiliyi. Baxıram, 2 mol hidrogen yanıb bu ayrılıbsa, yanma istiliyini tapmaq üçün əmsalına bölürəm. 484 böl 2 eləyir 242 kilojoule bölünsün mol. Bu oldu birinci sualımızın cavabı. İkinci. 5,6 litr hidrogenin yanmasından ayrılan istilik. 5,6 litr H2-dən x kilojoule ayrılır. Reaksiyaya baxıram 2 mol H2 yanıb. Yəni neçə litr? 2 vurulsun 23,4 litr ayrılacaq. Nə qədər? 484 kilojoule. Bundakı deməli 4, bu da eləyir 121, onu da 2-yə böləndə cavab eləyir 60,5 kilojoule. Arxadakı cavab səhv gəlib, onu deyək. Üçüncüdə nə soruşur? 72 qram su əmələ gəldikdə ayrılan istilik. 72 qram su əmələ gələndə x kilojoule, reaksiyadan 2 mol. Yəni 36 qram su əmələ gəlib ayrılıb 484 kilojoule. O da eləyəcək 968 kilojoule. Sonra 15-ci sual, deməli, maddələri verib, yanma reaksiyası. Deməli, hər ikisinin yanma reaksiyasını tez yazırıq. CH6, üstəgəl O2. CO2, H2O. Tez əmsallaşdırırıq. 6, 6, 9. C2H6-nı da buradan yazaq. 2 mol olacaq. 4 CO2, 6 H2O. 8, 6, 14. Burada olacaq 7. Yanma istiliyini verib. CH6 2 mol yandığına görə yanma istiliyi 1 mol üçündür. 1 mol yananda 2060 ayrılır. 2 mol yandığına görə eləyəcək 4120. Bu reaksiyan istiliyi effektidir. Sonra C2H6-nın yanma istiliyini verib. Yenə 1 mol üçün, amma burada 2 mol yandığına görə olacaq 3120. 20 kilojoule. Biz istilik effektlərini də yazdıq. İndi bizə nə deyir? Birinci reaksiyada deyir ki, ayrılan istilik 103'dür, alınan CO2'nin mol miqdarı x-dır. Yəni 103 kilojoule istilik ayrılanda x mol CO2 əmələ gəlir. Reaksiyadan da 4120 kilojoule istilik ayrılıb və CO2 nə qədər? 6 mol. 6 mol CO2 əmələ gəlib. Bu da 40 dəfə az eləyəcək. Yəni 0,15 mol. Bu oldu birincinin cavabı. Y-də nə deyir? Deyir ki, onda 4 mol ikinci reaksiya üçün. Onda 4 mol CO2 əmələ gələndə nə qədər istilik ayrılır? X kilojoule. Reaksiyada da 4 mol CO2 əmələ gəlir. 4 mol CO2-də də 3120 ayrılıb. Orada da X eləyəcək 312 kilojoule. Bu da daha doğrusu Y-in cavabıdır. Yəni ikincinin cavabı. Sonra deməli asetilin C2H2O2 CO2H2O 2 4 2 5 11,2 litr asetilin yandıqda 650 kilojoule istilik ayrılır. Bunu mənə şərtdə deyir. Yanma reaksiyasının istiliyi effekti. Baxıram. 2 mol yanıb, yəni 2 vur 22,4 litr yanıb, x ayrılır. Buradan x eləyir 2600 kilojoule. Bu istilik effektidir. 1. Asetilinin yanma istiliyi deyəndə bölürəm əmsalına. O da eləyir 1300 kilojoule. Bu da ikinci. Deməli, burada biraz çaşdırır bizi. Rabitə enerjilərini verir. C2H2 üstəgəl hidrogen. Alınır C2H4 üstəgəl 45 kilokalori. HH rabitəsinin enerjisini bilirsiniz buradan eləyir. Burada da elə yenə eyni qayda ilə tapırıq. Yəni alınan maddələrin rabitə enerjilərinin cəmindən istilik effekti 45 bərabərdir. Alınan maddələrin rabitə enerjilərinin cəmindən daxil olan maddələrin rabitə enerjilərinin cəmini çıxırıq.
Amma burada bir şey var ki, biz əmələ gəlmə istilikləri ilə hesablayanda bəsit maddəni 0 götürürdük. Amma rabitə enerjisindən hesablayanda 0 götürmürük. Çünki bəsitlərin də rabitə enerjisi var. Ona görə də onu nəzərə alırıq. Deməli, C2H4-ü belə yazırıq. Aşağıda yazıram. CH2 2 qat CH2. Yəni, burada bir dənə CC rabitəsi var. 4 dənə də CH rabitəsi var. C2 qat C rabitəsinin enerjisini 150 verib bizə. CH rabitəsinin enerjisini 100 verib. 4-dən olduğuna görə olur 4 vur 100, yəni 400. Bu da 150, 550. C2H4-ün rabitə enerjisi 550-dir. 550-dən çıxıram, C2H2, CH 3 qat CH. Və burada bir dənə C3 qat rabitə C var, 2 dənə də CH rabitəsi var. CH 100'dür. 2'ni vuram 100 eləyir 200. C 3 qat C'nin də rabitə enerjisi 200'dür. Maddənin ümumi rabitə enerjisi olur 400, 1 molunun. 400 üstə gəl. Hidrogenin rabitə enerjisini bilmirəm, yazıram X. Və bunu hesablayıram. 45 bərabərdir. 550 çıx 400 çıx X. X-i keçirirəm bu tərəfə, bərabərdir. 150 çıx 45. X bərabərdir 105. Bu oldu H-la H rabitəsinin enerjisi. Bunu birincidə tapdıq. İkincidə deyir ki, C2H2 üstə gəl 2 mol H2 alınır C2H6. İstilik effektinin kilokaloriyinə, yəni kilokalori verəndə rabitə enerjisini nəzərə alırıq. Yenə də nəyə bərabər olacaq? C2H6-nın rabitə enerjisindən çıxacaq bunlar. C2H6, C 1 qat C 85-dir, CH da 6 dənədir. Yəni 685. 685-dən çıxıram. C2H2-ni tapmışam 400, üstə gəl. H-ı tapmışam 105. 2 dənə olduğuna, 2 mol olduğuna görə yazacağam 2 vur 105. Bərabərdir 685 çıx 2 vur 105 210 eləyir. 400-dən 210 eləyir 610. O da cavab eləyir 75, müsbət 75 kilokalori. Bu da oldu ikinci sualımızın cavabı. 18-ci sual. Kalsiyumun tam yanma reaksiyasının istilik effekti. Kalsiyumun yanma reaksiyasını yazırıq. Əmsallaşdırırıq. İstilik effektini bizə verib 1280. Yanmaya sərf olunan oksigen həcmi 5,6 litr. Ayrılan istilik x kilojoule. İkincində reaksiya baxıram. 1 mol oksigen olduğuna görə yazıram 23,4 litr. Ayrılıb 1280. 4 dəfə az 640, 320. 320 kilojoule. Bu oldu birinci. Yəni x-in qiyməti. Y nədir? Bu dəfə də belə deyək, tərsinə verib. Deyir ki, 640 kilojoule istilik ayrılarsa, Y litr oksigen sərf olunar. 22,4 litr oksigəndə də 1280 kilojoule ayrılır. O da eləyir 2 dəfə az. 11,2 litr. Bu da ikincinin cavabı. Növbəti 19-cu. Bizə 2 dənə belə bir reaksiya verib. 2P üstə gəl 3 xlor 2. Alınır 2P xlor 3. Üstə gəl 560 kilojoule. O birisində də P xlor 3 üstə gəl xlor 2. Alınır P xlor 5. Üstə gəl 87 kilojoule. P xlor 3, P xlor 5-in əmələ gəlməsini tapın. P xlor 3 bəsit maddələrdən əmələ gəldiyinə görə reaksiyanın istilik effektini onun əmsalına bölməklə tapa bilirik. Yəni 560-ı bölürəm 2-yə, eləyir birinci sualımızın cavabı eləyir 280 kilojoule bölünsün mol. İkincidə nə soruşur? P xlor 5-in əmələ gəlməsi. Aha, bu artıq mürəkkəb maddə olduğuna görə mən bunun əmələ gəlməsini hesablama ilə tapırıq. Yəni, istilik effekti 87 bərabərdir. Məhsulların əmələ gəlmə istiliklərindən daxil olanların əmələ gəlmə istiliyini çıxırıq. P xlor 5 x-dır. 1 mol əmələ gəlib, çıxıram. Xlor 0-dır. P xlor 3-ü də indi tapdım 280-dir. Çıx 280.
X da bərabərdir 280 üstəgəl 87. O da eləyir 367. Bu da ikinci sualımızın cavabı. 20-ci sual. Deməli 4,8 qram ekvivalentli metal yandıqda ekvivalentli metalı X götürürəm. Yanma reaksiyasını yazıram. Ekvivalentli olduğuna görə formul XO-dur. Əmsallaşdırıram. 4,8 qram ekvivalentli metal yananda 122 kilojol istilik ayrılır. Və mənə deyir ki, alınan oksidin əmələ gəlməsiliyi 610-dur. Yəni XO-nun əmələ gəlməsiliyi 610-dur. Əmələ gəlməsiliyi də 1 mol maddə üçündür. Yəni 1 molundan 610 ayrılır. Burada da 2 mol XO əmələ gəldiyinə görə istilik effekti olacaq 2 vur 610. Yəni 1220 kilojol. X-in nisbi atom kütləsini tapıram. 2X yanında da 1220 kilojol ayrılıb. Oradan 2X eləyir 48, X eləyir 24. Nisbi atom kütləsini tapdıq. Və sərf olunan oksigenin mol miqdarı. Sərf olunan oksigenin reaksiyadakı mol miqdarını soruşmur. 4,8 qram yananda soruşur. Onda da yazırıq ki, 4,8 qram yananda mol miqdarını soruşur. Aha, X mol. Nisbi atom kütləsini 24 tapdıq. 2 mol yandığına görə olacaq 2 vur 24. Yəni 48. Orada da 1 mol oksigen sərf olunur. Orada da X eləyir 0,1 mol. Sonra 21-ci sual. CH4 yanma reaksiyasını verib 2 mol CO2, 2H2O və 880 kilojol. CO2-nin litrini 5,6, suyun kütləsinin X, istiliyi Y. Tapaq. Birinci X-i tapaq. Ki 5,6 litr CO2 əmələ gələndə neçə qram su alınıb? X qram. Əmsal 1 moldur. 22,4 litr əmələ gələndə də su 36 qram alınır. 4 dəfə az eləyir, yəni 9 qram. Bu birinci sualımızın cavabı. Bir də məndən istiliyi soruşur. Yenə 5,6 litr CO2 əmələ gələndə ayrılan istilik Y kilojoldur. 22,4 litr CO2 əmələ gələndə də 880 kilojol ayrılıb. Y də bərabərdir, yenə 4 dəfə az, 220 kilojol. Bu da elədi ikinci sualımızın cavabı. Sonra 22-ci 2XS üstəgəl 3O2 2XO üstəgəl 2SO2. Deyir ki, XS-in kütləsi 19,4 qramdır. Tam yanması zamanı ayrılan istilik miqdarı 40-dır. Yəni bu 19,4-ün yanması zamanı 40 kilojol istilik ayrılır. Bir də yanma istiliyini verib 200. Yanma istiliyi nədir? 1 mol maddənin yanması zamanı. XS-in 1 molunun da kütləsi X üstəgəl 32-dir. X üstəgəl 32-dir. 2 molda deməli reaksiyada nəyi soruşur? İstilik effektini. Reaksiyada da 2 mol yanıb. Əvvəlcə birinci X-in kütləsini tapa bilərik. Yanma istiliyinə görə. X üstəgəl 32 qram yananda da yanma istiliyi 200-dür. O da eləyir 65. Bu oldu nisbi atom kütləsi, ikinci. Birincidə reaksiyanın istilik effektini. 65-dir, üstünə 32 gəlirəm. 32 gəlirəm, eləyir 97. 2-yə də vururam, 194 qram. 194 qram yananda olacaq istilik effekti. X kilojol. 19,4 qram yananda da 40 kilojol. X eləyir 400 kilojol. Bu istilik effektidir, birinci. Bunu belə də tapa bilərik. Baxın, yanma istiliyi neçə mol maddə üçündür? 1 mol maddə üçün. 1 mol yananda 200 ayrılır, reaksiyada da 2 mol yanıb. 2 mol yananda da X. O da eləyəcək 400. Yəni, ya bunu yaza bilərik, ya da aşağıdakini yaza bilərik. Fərqi yoxdur. Sonuncu, 23-cü sual. S2H5OH-ın yanma reaksiyasının istilik effekti. Yazıram. 2S2H5OH üstəgəl O2 alınır CO2 və H2O. Karbon 2 dənədir. Oksigen 3 dənə. Bayaq karbohidrogenlərə aid idi dediyim. Hansı ki dediyimi suyun əmsalına tək ədəd düşsə 2-yə vururuq.
Burada spirtin içində oksigen olduğuna görə buna aid deyil. O karbohidrogenlərə aid idi. Hə, oksigen oldu 4 3 7. Biri buradadır, qalır 6. 3 düşür. CO2-nin əmələ gəlmə istiliyini mənə verib A. Suyun əmələ gəlmə istiliyini B. CH5OH-ın əmələ gəlmə istiliyini C. Və deyir ki, reaksiyanın istilik effekti. Reaksiyanın istilik effekti nəyə bərabərdir? Məhsulların əmələ gəlmə istiliklərinin cəmindən. 2 mol olduğuna görə yazacağım 2A, üstə gəl. 3 mol olduğuna görə 3B çıxılsın. Oksigen bəsit maddədir. Bu da 1 mol olduğuna görə çıxılsın C. Bu oldu istilik effekti. Və spirtin yanma istiliyini. Spirt reaksiyada elə 1 mol yandığına görə spirtin yanma istiliyi də 2A üstə gəl 3B çıx C. Yəni istilik effektinə bərabər olur. Bu da ikinci sualımızın cavabı.